Salam əziz izləyicilər. Bugün sizə imtahan sualından 84-cü sualın izahını verəcəm. İmtahana gəlsə, imtahan çox asan olmuşdu. Ətraflı yazılar biraz qorxuda bilər sizi. Əslində ətraflılar asandır. Biraz şərti uzun görünsə də, siz onu səbirlə həll etməlisiniz. İmtahanda ən çox balı sizə ətraflı yazılar verir. Ona görə də ətraflı yazıların şərtini oxuyun və səbirlə həll etməyə çalışın. Biraz şərt uzun görünə bilər, amma asan suallardır. Gəlin 84-cü suala baxaq. 84-cü sualda elə ətraflı yazılardandır. Bizə deyir ki, A və B nöqtəsini birləşdirən parçanın orta nöqtəsi absis oxunu mənfi hissəsi üzərində olarsa K-nı tapın. İndi gəlin bunu göstərəyim sizə. Mənfi hissəsi deyir. Absis oxunun mənfi hissəsi, yəni burada. Tutaq ki, burada bir nöqtə götürürəm. Bura x0 deyirəm. Niyə 0 dedim? Çünki x-in bu qiymətində ordinat oxu 0 olur. Yəni x-i var, y-i yoxdur. X-i də mənfidir. İndi deyir ki, birləşdirən parçanın orta nöqtəsi. Orta nöqtə necə tapırdıq? X-ləri toplayıb bölürdük 2-yə, y-ləri toplayıb bölürdük 2-yə. İndi gəlin buradan x-ləri toplayaq. Yəni x bərabərdir k kvadratı çıx 4k üstə gəlsin 12 çıxılsın 4k bölünsün 2 bərabərdir k kvadratı çıx 8k bir də son 2 bölünsün 2. İndi y-ni tapaq. Y bərabərdir k kvadratı üstə gəlsin 32 çıxılsın 12k bölünsün 2. Gəlin buradan yazaq k kvadrat çıx 12k plus 32 bölünsün 2. İndi nə demişdik? X-i mənfidir, y-i 0. Gəlin burada y-i 0-a bərabər edək. K kvadrat çıxılsın 12k üstə gəlsin 32 bölünsün 2-yə. Bərabərdir 0. Demək 0 alınıbsa, bunun surəti 0-a bərabər olmalı ki, cavab 0 olsun. K kvadrat çıxılsın 12k üstə gəlsin 32. Bərabərdir 0-a. İndi buradan k olur 4. Yəni k1 4, k2 olur 8. İndi biz buradan köklərini tapdıq. Gəlin buradan x-i də həll edək. Burada x nə olmalıdır? X dedik mənfi olmalıdır. İndi gəlin bunu da yazaq. K kvadratı çıx 8k üstə gəlsin 12 bölünsün 2. Kiçikdir 0. İndi buradan görürük ki, 2 müsbət ədəddir. Demək, surəti mənfi olmalıdır ki, ümumi cavabımız mənfi olsun. Yazaq. K kvadrat çıxılsın 8k, üstə gəlsin 12, kiçikdir 0. Kökləri olur. X çıxılsın 2, x çıxılsın 6, kiçikdir 0. İndi buradan intervallar üsulundan həll edək. 2, 6. Altdan yuxarı qiymətlər qoysam müsbət edər. Mənfi, müsbət. Demək, bizə nə lazımdır? Mənfilər. Ondan mənfi aralıq haradır? 2, 6 arası. İndi uşaqlar, biz buradan x üçün 2, 6 arasını tapdıq. Yəni x 50-dən də. Y-dən nə tapmışdıq? 4, 8. 2, 6 arasında 4, 8-dən hansı yerləşir? Əlbəttə ki, 4 yerləşir. Demək, cavabımız olacaq 4. Ya da belə edə bilərsiniz. Y-i tapdınız. Köklərin K1 4-dür, K2 8-dir. Gətirin burada x-in yerinə qoyun. Hansından mənfi cavab alınsa, onu götürərsiniz. Yəni orada da 4-ü qoyanda mənfi cavab alınacaq. Ona görə də biz 4-ü götürəcəyik. Amma 8-i qoysaq müsbət cavab alınır. Bizə də müsbət lazım deyil. Çünki K-nın mənfi qiymətini istəyir. Yəni mənfi qiymətin burada deyir ki, mənfi hissəsi üzərindədir.